Bu dərsimizdən etibarən biz JavaScript-də number tipləri, yəni ədəd tipləri haqqında daha geniş məlumat əldə etməyə başlayacaq. Let a bərabərdir 5 dediyimiz zaman console.log ilə biz A-nın qiymətini konsolda ifadə etmiş ola bilərik. Və ya A mənfi ədəd olduğu zaman biz burada -5 qiymətini də mənimsədə bilərik. Və ya kəsr ədədlərdən istifadə etmək üçün nöqtə ifadəsindən istifadə edəcək. 5,25 qiymətini də biz konsola bu şəkildə yazdıra bilərik. Ədəd tipləri haqqında bu qədər və ədədlər üzərində görə biləcəyimiz əməllər haqqında danışaq. Tutaq ki, bizim A bərabərdir 5, let B bərabərdir 7 ədədlərimiz mövcuddur. Normal olaraq biz bu ədədlərimiz üzərində toplama işləri görə bilərik. Yəni, konsola A üstəgəl B yazdığımız zaman riyazi olaraq ifadəni burada cəm şəklində görmüş olacaq. Bunu üçüncü bir dəyişən vasitəsilə yerinə yetirək. A üstə gəlsin B və artıq konsolumuza C-nin qiymətini mənimsədək. Yenə də eyni cavabı görmüş olacaq. Və ya çıxma, bölmə və vurma kimi qiymətlərimizi ifadə edə bilərik. Bunun üzərindən davam edərək, biz üçüncü bir dəyişənə ehtiyac olmadan A bərabərdir, A üstəgəl B qiymətində konsola yazdırası olsaq, bu şəkildə C_defined və burada A-nın qiymətini konsola verəsi olsaq, bu şəkildə də ifadənin cavabını almış olacaq. Bu nə deməkdir? Yəni, mənim A deyə bir dəyişənim var idi, A-nın qiyməti bərabər olsun, A-nın qiyməti üstəgəl B-yə. Bunu açıqlayası olsaq, 5, yəni A bərabərdir 5, üstəgəl 7. Nəticə etibarilə A-nın qiyməti, yeni qiyməti 12 ilə dəyişdirilmiş olacaq. Bunun da üzərindən vurma, bölmə, çıxma kimi ifadələri yerləşdirə bilərik. Hər biri düzgün şəkildə işləmiş olacaq. Bunun da üzərindən davam edərək, 2 vurma ifadəsi yazdığımız zaman, məsələn, B-nin qiyməti 2 olmuş olsaydı, A üstü 2, yəni qüvvət anlayışı ortaya çıxmış olur. Bu ECMAScript üzərindən JavaScript dünyasına əlavə olunmuş bir yenilikdir. Yəni, klassik JavaScript-də bu şəkildə bir operator yox idi. 5 üstü 2 deməkdir. Bunun biz növbəti dərslərimizdə MAS kitabxanasından, yəni riyazi kitabxanadan istifadə edərək də MAS.power ilə ifadəsini öyrənmiş olacaq. Növbəti dərslərimizdə görəcəyik. Sadəcə olaraq indidən göstərirəm. MAS.power vasitəsilə biz A vergül B yazaraq A üstü B-nin qiymətini konsolda eyni nəticə olaraq görmüş olacaq. Yəni, ekvivalentli eyni nəticə vermiş olacaq. Əgər biz buradakı yazdığımız ifadəni qısaltmağa çalışsaq, məsələn, A bərabərdir A üstəgəl B. Yəni, bir dəyişənin qiyməti bərabərdir. Həmin dəyişənin özü üstəgəl yeni bir ifadə. Məsələn, burada 4 yazıram. A bərabərdir A üstəgəlsin 4 tutaq ki, yazmaq istəyirsiniz. Bunun qısaldılmış olaraq A plus bərabərdir 4 olaraq yaza bilərsiniz. Və ya A plus B-ni yazmaq istəyirsinizsə, A plus bərabərdir B olaraq ifadə etmiş ola bilərsiniz. Eyni nəticəni yenə də görmüş olacaqsınız. Yəni, sadəcə olaraq qısaltmadır və çıxma, bölmə, vurma kimi ifadələri, hətta qüvvət ifadəsi də mövcuddur. Bu da təbii olaraq ECMAScript vasitəsilə JavaScript dünyasına gəlmiş bir yenilikdir. Və ya, daha da qısaldası olsaq, A plus bərabərdir 1-in qiymətini xüsusi hal olaraq inkrement olaraq əvəzləyə bilərik. Yəni, A++ yazmış ola bilərik. Bu şəkildə yazdığımız zaman isə biz A-nı bir vahid artırmış olacaq, yəni B dəyişənindən istifadə eləmirik. Yəni, hər hansısa bir dəyişənin qiymətini bir vahid artırmaq istəyirsinizsə A++, azaltmaq istəyirsinizsə A-, olaraq ifadə eləyə bilərsiniz. İnkrement və dekrement üzərindən danışdığımız zaman mütləq şəkildə qeyd etməli olduğumuz bir şərtimiz də mövcuddur. Tutaq ki, biz konsola A++ yazmış olsaq, konsol üzərində hələ də 5 qiymətini görmüş olacaq. Eyni zamanda bu, üçündə keçərlidir. Sadəcə olaraq, biz əgər konsolda bunun artırılmış, yəni inkrement olmuş qiymətini görmək istəyiriksə artıq, plus ifadəmizi variable'ımızın önünə atmış olacaq. Bu zaman, qiymət artırıldıqdan sonra konsolda məlumatımızı görməyə başlayacaq. Hətta bunun versiyası da mövcuddur. Toplama, çıxma, vurma və bölmə ifadələri haqqında danışdıqdan sonra mod məsələsinə də toxunaq. Əgər biz A-nın B-yə bölünməsinin alınan qalığı tapmaq istəyiriksə, bu zaman console.log ifadəsi ilə A faiz B şəklində yazmalıyıq. Yəni, A faiz B dediyimiz zaman konsola A-nın B-yə bölündükdən sonra qalığını tapmış olacaq və bunu da
1 olaraq ifadə etmiş olacaq. Bunun vasitəsilə məsələn cüt və yaxud da tək ədədləri tapma üsulumuz mövcuddur. Məsələn, cüt ədədlər nəyə deyilir? 2-yə tam bölünən ədədlər. Yəni, məsələn, burada 4 olmuş olsaydı, biz avtomatik olaraq qalıqda 0 görmüş olacaqdıq. Əgər qalıq 0-dırsa, deməli, həmin ədəd cüt ədəddir. Belə bir riyazi ifadədən istifadə edə bilərik. Bu məsələlərə toxunduqdan sonra iki tip variable arasında münasibətlər haqqında danışaq. Məsələn, let a bərabərdir 5 qiymətini qeyd edirik və let b bərabərdir dırnaqda hər hansısa bir ifadə yazaq. Məsələn, j qeyd edirik. Let c bərabərdir a üstə gəlsin b olaraq qiymətləndirsək və bunu konsol üzərinə çap etsək, console.log c qiymətini desək, string və ədədi topladığımız zaman bunların bu şəkildə birləşdiyini görürük. Buna səbəb nədir? Ədədlərdə olduğu kimi stringlər üzərində də toplama məsələsi mövcuddur. Yəni, toplama operatoru tək ədədlərdə yox, proqramlaşma dillərində stringlər üzərində də yerinə yetirilə bilir. Məsələn, JavaScript üstəgəl dırnaqda ilk üstəgəl dərs qeyd edəsi olsaq, burada JavaScript ilk dərs sözlərinin birləşdiyini görəcək və bunların qarşısına bir boşluq əlavə edərək də bu şəkildə bir cümləni formalaşdıra bilirik. Stringlər toplandığı zaman birləşdiyi üçün bir ədəd ilə bir stringi topladığımız zaman da avtomatik olaraq birləşmə meydana gəlmiş olur. O zaman gəlin belə bir ifadə ilə tanış olaq. Var, c bərabərdir 7 deyək və konsol üzərində a üstəgəl b üstəgəl c qiymətini çap etməyə çalışaq. Bu zaman ilk öncə toplama ardıcıllıqla yerinə yetirildiyinə görə ilk öncə a-nın üzərinə b qiymətini gəlir və 5 ifadəsinin cavabını almış olur. Daha sonra üzərinə 7 gəldiyimiz zaman da ilk öncə olan məlumat string olduğuna görə 7 ilə toplandığı zaman da bir string ifadə cavabda görmüş oluruq. Amma bu toplama ardıcıllığını bu şəkildə dəyişəsi olsaq, a üstəgəl c üstəgəl b dediyimiz zaman. Yəni, ilk öncə 5 üstəgəl 7 toplanaraq 12 ifadəsini alacaq, daha sonra isə JavaScript toplanıb 12 ifadəsini almış olacaq. Bu şəkildə toplama işlərində mümkün qədər diqqətli olmaq lazımdır. Yəni, stringlər və ədədlər toplandığı zaman ilk öncə ardıcıllıq çox önəmlidir. Bunun üzərindən yola çıxaraq, bunu da qeyd etmək lazımdır ki, stringlər üzərində vurma, çıxma, bölmə və yaxud da mod kimi qalıq ifadələri almaq kimi məsələlərimiz mövcud deyil. Stringlər riyazi operatorla ortaq tək cəhəti toplana bilməsidir.